Zərfin ismi xəbərə aid olduğu cümlələrdir. Biri bir olacaq, çünki yanlışdır ismi xəbərdir. Tamamilə isə kəmiyyət zərfi olduğu üçün bunu seçirik. Arzum universitetdə oxumaqdır. Universitetdə oxumaqdır. Xəbər, arzum isimdir. Burada zərfdən istifadə olunmayıb. Məhsuldarlığı artırmaq üçün çox çalışmaq indi gecdir. Gecdir. İndi sözü də gecdir sözünə aid olub. Gecdir ismi xəbərdir. İndi isə zaman zərfidir. Üçü seçirik. Zəfər günüdür. İsmi xəbərdir. İsmi birləşmə ilə ifadə olunub. Nə vaxt? Bugün zaman zərfidir. Həmçinin zərfli idi. Cavabımız 1, 3, 4 olacaq. 5-də fe'li xəbərdən istifadə olunub. Ona görə bu variantı çıxırıq. Həmçinin burada ümumiyyətlə zərf yaxşı sözüdür. Yaxşı sözü də məsdər tərkibinin içərisinə daxildir. Yaxşı təhsil almaq üçün. Onların üstünlüyü hadisənin nəticəsini əvvəldən düşünmələrdir. Onların üstünlüyü mübtəda, hadisənin nəticəsini əvvəldən düşünmələrdir. Bütövlükdə xəbər hesab olunduğuna görə burada da zərfin ismi xəbərə aid olduğunu deyə bilmirik. Cavabımız 1, 3, 4 olur.